Kanalımıza xoş gəlmisiniz. Bizi izləyərək ən son xəbərlərdən xəbərdar olun. Powerlifting üzrə dəfələrlə Ermənistan çempionu, Ermənistan yığmasının üzvü Tatul Harutyunyan Qarabağdakı döyüşlərdə Füzuli istiqamətində məhv edilib. Qeyd edək ki, 1-ci Qarabağ müharibəsində döyüşən ermənilərin ən məşhur terrorçularından biri Körpə ləqəbli Mehr Harutyunyan da məhv edilib. İlk Qarabağ savaşında ermənilərin əlahiddə Şuşa alayının tərkibində vuruşmağa başlamış Mehr o zamanki Şamiyan ərazisində dinc azərbaycanlıları gülləbaran etmiş, Malıbəyli kəndində vəhşilik etmişdi.